Salam dostlar, bugün sizinlə birlikdə bol tərəvəzli dürmək hazırlayacağım. Lazım olan ərzaqlar: bibər, şirin bibər, acı bibər, şüyüd, qaynadılmış yer kökü, pomidor, xiyar, soğan, mayonez, qaynadılmış ət, pişirilmiş ət, duz və lavaşdır. Bu ərzaqları əvvəlcə doğrayırıq. Şüyüdü çox da kiçik doğramaya ehtiyac yoxdur. Böyük ölçüdə doğraya bilərsiniz. Bunları bir qaba yığırıq, onları qarışdırırıq. Sonra isə duz əlavə edib yenidən qarışdırırıq. Bir lavaş götürüb içərisinə mayonezi hər tərəfinə vururuq. Qaşığın köməyi ilə həm mayonezi lavaşın hər tərəfinə yayırıq. Hazırladığımız içliyi lavaşın içərisinə qoyuruq və lavaşı bu şəkildə bükməyə başlayırıq. Hazırladıqdan bir qədər sonra gözlədirik ki, mayonez canına keçsin və dadına baxmaq üçün ortadan bölürük. Əgər xoşunuz gəlsə, videomu bəyənməyi və kanala abunə olmağı unutmayın. Bugünkü videomuzdan bu qədər dostlar. Hələlik.